Salam əziz tələbələr, mən Nağiyə və Səadət, Maksimum bir tədris mərkəzi ingilis dili müəllimi. Bugün sizə yay dərslərinin növbəti kvizinin izahını verəcəm. Öncəliklə başlayaq dinləmə mətnindən. Qulaq asaq transkriptlə birlikdə. Adriana, what made you decide to be a professional wildlife photographer? Well, I wasn't a very talented photographer, but I was amazed by what living creatures do and why. I developed my skills as a photographer while I was actually doing the job. Only then I realized that my work will take me to all kinds of distant places. Is it difficult to improve the photographic skills? Actually, learning has become simpler as the cost of good quality digital cameras and other main items has fallen in recent times. So more people can take good photos. Studying photography can help improve one's technical ability. I will do that at college rather than by signing up for online courses. Does it have any negative aspects? Well, the agency may expect you to go to some unpleasant places. If it's a country where there is an armed conflict, I refuse. And being on one's own in the jungle or desert can make some people depressed. But it's not a problem for me. Spending so much time away from my daughters is hard. When I'm at home, I always try to spend as much time as I can with them. Is it easy to get a job as a wildlife photographer? Well, it's an attractive career. Nowadays, many people are doing it to such a high standard that it's hard to get into. On the other hand, the public don't lose interest in pictures of wildlife. Although you can find millions of pictures online, people always seem to want new ones. Thank you. Okay. İndi baxaq suallara. Deməli, birinci sual. Why did Adriana want to become a wildlife photographer? Niyə bir növ təbiət fotoqrafçısı olmaq istəyirdi? She was interested in animal behavior. O heyvan davranışına maraqlanırdı. Bəli. Baxırıq elə ən başda deyir ki, I was amazed by what living creatures do and why. Yəni nədən maraqlanırdı? Canlıların nə etdiyi və niyə etdiyi. Bir növ nədir bu? Onların davranışı. Ona görə də A variantınız düzgün olandı. Sonra baxırıq B-də. B-də deyir, she wanted to improve her technical skills. Texniki bacarığını inkişaf etdirmək istəyirdi. Xeyr, bu texniki bacarıq məsələsini bircə yerdə deyir. Baxın, göstərim. Deyir ki, studying photography can help improve one's technical ability. Yəni, fotoqraflıq oxumaq birinin texniki bacarığını inkişaf etdirməsinə kömək ola bilər. Yalnız burada deyilir. Sonra, C variantda deyir ki, she was very good at taking photos. Foto çəkməkdə yaxşı idi. Əslində, ən başda elə belə başlayır ki, I wasn't a very talented photographer. Yəni, çox istedadlı birisi deyildi. Kim başlayır? Yəni, yaxşı idi demək olmur. Sonra, D-də deyir ki, she enjoyed traveling to remote locations. O deyir ki, bu uzaq bir növdə əraziyə getməkdən bir növ həzz alır. Baxaq bunun yerinə. Deməli, ən axırda deyir ki, only then I realized that my work will take me to all kinds of distant places. Yəni, işləyəndən sonra fərqinə varır ki, bu işi onu müxtəlif, uzaq, yəni yerlərə aparacaq. Yəni, işləməmişdən qabaq bunu bilmirdi. Ona görə işləyirdi demək yanlışdır. Gedəyə deyir ki, she wanted to become famous through social media. O istəyirdi ki, sosial media vasitəsilə məşhur olsun. Xeyr, bu yanlışdır. Cavabımız oldu nə? A variantı. Sonra baxırıq ki, 2-də deyir ki, hansı sualın cavabı var, yəni dialoqda. A-da deyir, how much do the digital cameras cost? Rəqəmsal kameraların qiyməti neçə idi? Yəni, qiymət soruşur, xeyr, yox idi. What can be advanced by studying a photograph? Fotoqrafı oxumaqla nəyi biz inkişaf etdirə bilərik? Baxaq bunun cavabına. Deməli, burada. Deyir, studying photography can help improve one's technical ability. Yəni, çəkiz kimi, yəni nədir? Texniki bacarıq inkişaf etdirə bilər. Yəni, nəyi inkişaf etdirə bilər? Var. Ona görə 2-nin cavabı nədir? B variantı düz. C deyir ki, how many children has Adriana got? Nə qədər uşağı var? Say yoxdur. How many countries has Adriana been to? Neçə dənə ölkədə olub? Yine də say yoxdur. Which college did Adriana graduate from? Hansı kollecdən məzun olub? Yəni də ad yoxdur. Yəni, cavabımız oldu nə? B variantı. Sonra baxırıq 3-ə. 3-də deyir ki, bir növ cümləni tamamlayaq. According to Adriana, nowadays it is easy to learn how to photograph animals because. Deyir ki, Adriana'ya görə, yəni hal-hazırda bir növdə fotoqraf olmaya asandır. Çünki ada deyir, the necessary equipment is cheaper than it used to be. Deməli, vacib ləvazimat daha ucuzdur da əvvəlkinə baxanda. Bəli, düz cavabımız budur.
yerinə baxaq. Dialoqdakı. Deməli, burada deyir. Baxın, deyir ki, is it difficult to improve the photographic skills? Yəni, fotoqraf bacarığını inkişaf etmək çətindir. O da qayıb deyir ki, learning has become simpler as the cost of good quality digital cameras and other main items has fallen in recent times. Yəni, qiyməti düşübdür. Bu, bir növdə keyfiyyətli rəqəmsal kameraların və başqa bir növ ləvazimatların qiyməti deyir, son vaxtlarda düşüb. Ona görə bu daha sadədir. Yəni, qiyməti ucuzdur da, əvvəlkinə baxanda. Ona görə A bəndi düz olanınızdır. Belə deyir ki, it is possible to learn wildlife photography in online courses. Online kursda öyrənmək olar, belə bir, yəni bu fikir demir. The cost of cameras and other items has risen. Yəni, son vaxtlarda deyir ki, qiymət qalxıb, xeyr, əslində əksinə qiymət düşüb. Deyir ki, there is a wide variety of wildlife even in the local countryside. Deyir ki, bir növdə təbiətin bu müxtəlifliyi daha genişdir. Ona görə xeyr, belə bir fikir səsləndirmir. Deyir ki, professional photographers provide free equipment for beginners. Bir növ yeni başlayanları professional fotoqraflar da pulsuz ləvazimatlar təmin edir. Xeyr, belə bir fikir də yenidən səsləndirilmir. Nədir? Cavabımız olur A variantı. Sonra baxırıq 4-cü suala. 4-də deyir ki, hansı fikir doğrudur? Ada deyir, Adriana doesn't see her family as often as she would like to. Ailəsini yəni bir növ istədiyi qədər, yəni tezlik görə bilmir. Bəli, 4-də A bəndi düzdür. Niyəsinə izah edək. Deməli, burada deyir ki, spending so much time away from my daughter is hard. Yəni qızlarından bir növdə uzaqda vaxt keçirmək onun üçün çətindir. Sonra qalib deyir ki, evdə də olanda daha çox vaxtı onlardan keçirir. Yəni çətinlik bu idi. Burada da onu deyir ki, Adriana doesn't see her family as often as she would like to. Yəni istədiyi qədər tezlik görə bilmir. Düzdür, ailəsi dediyimiz qızlarıdır. Ona görə A variantı doğru. B-də deyir ki, Adriana always accepts to go wherever the agency wants her to go. Yəni agentlik haranı istəyirsə o ora gedir. Bunu qəbul edir. Xeyr, bu yanlışdır. Göstərək. Hər yerə getmir. Deməli, burada deyir negativ tərəfi nədir? O qayıdıb deyir ki, if it's a country where there is an armed conflict, I refuse. Əgər ölkədə bir növ silahlı qarşıdurma, yəni də münaqişə varsa, deyir ki, mən imtina edirəm. Amma məsələn, deyək ki, yazıb being gone once on the jungle or desert can make some people depressed, but it is not problem for me. Deməli, cəngəllik və yaxud da ki, səhraya getmək bəzi insanlara depressiya hissetdirir, amma mənim üçün bu problem deyil. Orada problem yoxdur. Amma silahlı münaqişə olan yerə getmir. Deməli, baxaq. Burada yəni hər yerə getmir. Ona görə də B variantı yanlışdır. C deyir ki, being on her own in the jungle makes Adriana feel depressed. Xeyr, yenicə oxuduğumuz hissə ilə yəni cəngəllikdə olmaq onu depressiya hissetdirir. Xeyr, başqalarına deyir o elə hissetdirir, amma mənim üçün problem yoxdur. D deyir ki, day by day people show signs of losing interest in photography. Günü-günə insanlar marağını itirir deyir ki, fotoqrafiya olan. Xeyr, bunu ən axırda deyir, əslində tərsinə insanların marağı artır. Baxın, deyir ki, on the other hand, public don't lose interest in pictures of wildlife. Yəni marağını itirmir. Sonra yenə deyir ki, Adriana prefers photographing domestic animals to wildlife. Deyir ki, daha çox bu bir növ evcil heyvanları çəkməyi sevir. Nəinki bu da vəhşi təbiətdə belə bir məlumat da yenə də yoxdur. Ona görə yenə də yanlış. Yəni 4-də də oldu cavabınız nə? A variantı. Sonra keçirik 5-ə. 5-də deyir ki, Adriana believes it is becoming harder to get work as a wildlife photographer because yəni bir növ vəhşi təbiət fotoqrafçısı kimi işləmək çətinləşir. Yəni çünki səbəbi nədir? Ada deyir ki, people are becoming less interested in photography. İnsanlar daha az maraqlanır. Xeyr, yenicə dedik ki, maraq artır əslində. There is strong competition for jobs in wildlife photography. Yəni burada olan işlər üçün güclü bir nə var? Rəqabət var. Bəli, baxaq yerinə. Mən axırda deyir bunu. Deyir ki, orada işləmək çətindir. O da qayıb deyir ki, yəni asandırmı iş tapmaq deyir bu sahədə. Qayıb deyir ki, many people, baxın bu are doing it to such a high standard that it is hard to get into. Yəni insanlar bunu yüksək bir növ standartda edir və oraya girmək ona görə çətindir. Yəni rəqabət var da o hissədə. Ona görə cavabımız nə oldu bu 5-də? B variantı. Sonra baxırıq, digər variantlar niyə səhvdir? Very few photos of wildlife are available on the internet. Deyir ki, yəni çox az fotolar var, yəni təbiətin. İnternetdə xeyr, tərsinə əslində. Burada deyir milyonlarla şəkil. Baxın, ən sonda deyir millions of pictures online. Yəni tapa bilərsən də online şəkildə bunları.
Sonra dede deyir ki people are inclined to other creative jobs. İnsanlar deyir ki başqa kreativ, yəni də işlərə daha meyillidirlər. Belə məlumat yoxdur. Most wildlife agencies have stopped hiring photographers. Yəni bir çox deyir ki, yəni əksər agentliklər artıq dayandırıb da fotoqrafları bir növ işə götürməyi. Xeyr, belə bir məlumat da yenə də yoxdur. Yəni cavabımız oldu bir növ B variantı. Sonra baxaq indi mətnə. Mətndə başlayaq 6.1-dən. 6.1'de deyir ki Arctic conditions mean that the breakdown of pollutants is much accelerated. Deyir ki, yəni Arktikanın vəziyyəti imkan verir ki, burada olan tullantılar daha tez nə olsun parçalansın. Yəni baxırıq mətndəki yerinə. Deməli, ikinci abzasın ikinci cümləsi deyir because of the region's cold climate, limited sunlight, extensive ice cover, pollutants break down much more slowly than in warmer areas. Yəni bizim bu bir növdə tullantılarımız daha bir növ yavaş-yavaş parçalanır bu hissədə. Çünki nədir? Regionun bir növdə iqlimi daha soyuqdur ona görə. Yəni 6.1 olur false. Sonra baxırsınız 6.2. Arctic pollution can sometimes resemble US urban pollution. Deyir ki, Arctic yəni çirklənmə bəzən nəyə bənzəyir, nəyə xatırladır? US-in, yəni Amerikanın, yəni bu şəhər çirklənməsini. Bəli, baxırıq bu resemble olan hissəyə baxsaz, deyir ki when spring arrives, this haze can resemble the smoke seen over major cities such as Los Angeles. Los Angeles'də məsələn göstərir ki, yəni oradakı bir növ smogu xatırladır bu. Yəni ona bənzəyir. Ona görə nədir? 6.2 truedur. Sonra baxırıq 6.3-ə. Deyir ki, evidence that this smoke has only occurred in the 20th century has been found in the ice on the polar ice cap. Burada deyir ki, yəni bu smogun sadəcə 20-ci əsrdə bir növdə yarandığını, baş verdiyini göstərən dəlil hardan tapılıbdır? Bu qütb buzlaqlarında olan buzlardan. İndi baxaq mətndəki bunun yerinə. Deyir ki, bundan sonra research has shown that, yəni araşdırma göstərir ki, particles appeared only within the last century. Sadəcə keçən əsrdə meydana çıxıbdı. Sonra qayıdıb deyir ki, evidence from Greenland, bu hissədir. Ice cores suggests that they weren't present in earlier periods. Yəni Qrenlandiyadan bu buz örtüklərində tapılan bir növdə bu hissəciklər buzlarda sübut edir ki, əvvəlki dövrlərdə bu mövcud olmayıb. Sadəcə keçən əsrə aiddir. Ona görə 6.3 nədir? True. Yəni də eyni fikirdir. Sonra baxırıq 6.4-də research has shown that aerosol Arctic pollutants remain in the air indefinitely. Deyir ki, araşdırma göstərir ki, aerozol bir növ çirkləndiricilər Arktika səmasında, yəni havada qeyri-müəyyən müddətə qalır. Yəni də bilmirik neçə müddətə. Buna ən axırıncı abzasa baxsaq görərik ki, deyir ki, researchers also believe that many of these pollutants eventually enter the oceans. Yəni tədqiqatçılar da inanır ki, bu bir növdə tullantıların çox hissəsi nəhayətində hara gedib çıxır? Okeanlara, hətta başlayır sayır hansılar olduğunu. Ona görə okeana gedir, yəni havada qalmır. Bu da nədir? False-dur. Sonra keçirik digər suala. Demək 7-ci sualda. Arctic Monitoring and Assessment Program was created to. Deməli, bu proqram yaradılmışdı. Yəni məqsəd nə idi onu istəyir. Control industrial activities throughout the Arctic region. Deməli, Arktik regionunda bir növ sənaye fəaliyyətlərini bir növ kontrol etməkdən ötürü. Xeyr, deməli bunun olduğu hissəyə baxaq bir dənə. Deyir ki, the international program monitors contamination level. Deməli, çirklənmə səviyyəsini nəzarət edir və provide scientific information. Və nədən təmin edir bir növ Arktika ətraf mühitinin, yəni vəziyyətin elmi informasiyanı təmin edir bura. İndi baxaq. Yəni bəndini demir də. Bir də deyir ki, collect scientific evidence and evaluate the extent of environmental contamination. Bəli, eyni şey. Deyir ki, elmi sübut, yəni toplayır və nəyi qiymətləndirir? Yəni ətraf mühitin bu çirklənmə səviyyəsini. Cavabınız olur B variantı. C deyir ki, replace national organizations responsible for environmental protection. Yəni ətraf mühitin bu qorunması üçün məsul olan bir növ təşkilatlara vəz edir. Deyir ki, identify new sources of energy for Arctic countries. Arktik ölkələr üçün yeni enerji mənbələri müəyyənləşdirir. Deyir ki, completely eliminate pollution from the Arctic environment. Tamamilə Arktik
Yəni ətraf mühitini çirklənmədən, yəni də təmizləyir, yəni az edir də. Xeyr. Cavabımız olur nə? B variantı. Sonra baxırıq 8. 8-də deyir ki, resemble sözünün mənasına baxaq. Resemble sözünün mənası bənzəmək deməkdir. Mətndəki yerinə də baxsaq, deyir ki, when spring arrives, this haze can resemble the smoke seen over major cities such as Los Angeles. Los Angeles üzərindəki deyir ki, bu smoke'a bənzəyir. Buradakı, yəni tüstüyü nəzərdə tutur. Ada deyir ki, become completely different. Bu bunun əksini deyir əslində. Deyir ki, tamamilə fərqlənir. Yəni bir şeydən. Xeyr, bu bənzəməkdir. Share similar characteristics or appearance with something else. Nədənsə eyni, yəni bir növdə oxşar xarakteristikanı və yaxud ki, görüntünü, yəni görünüşü paylaşmaq. Bəli. Cavabımız olur nə? Bir növ B variantı. C deyir ki, replace one thing with another for practical reasons. Praktiki bir səbəb üçün bir şeyi digərindən nə etmək? Əvəz eləmək. D deyir ki, hide the true nature of something from observation. Nəyinsə bir növ əsl təbiətini gizlətmək. D deyir ki, improve the quality of something through development. Nəyinsə keyfiyyətini bir növ inkişaf etmək, artırmaq. Xeyr. Cavabımız oldu nə? B bəndi, yəni bənzəməkdən söhbət gedir. Sonra 9-da deyir ki, why are contaminants considered especially dangerous in the Arctic? Arktikada olan bu bir növdə tullantılar niyə xüsusilə təhlükəli hesab olunurdu? O da deyir, because they are produced mainly by Arctic industries. Çünki deyir ki, bu elə Arktik bir növ sənayesinin özü bunlara səbəb olur da, yaradır da bunu. Xeyr, əslində bu tullantılar daha çox başqa yerlərdən gəlir. Bunu da birinci abzasda baxın, burada bilinir. Deyir ki, transboundary pollution. Contaminants produced thousands of miles away are transported to the Arctic by air, rivers and ocean currents. Yəni Arktikaya bunlar çox yəni bir növdə uzaqdan gəlir, daha çox nə vasitəsilə? Hava, çaylar, okean bir növ axını vasitəsilə gəlir. Ona görə 9-da bu A variantı nədir? Yanlışdır. Sonra baxırıq B-yə. B-də deyir, because strong sunlight makes them more toxic. Strong sunlight söhbəti yanlışdır. Çünki burada güclü gün ışığı hardadır? Arktikada. Ona görə yanlış. C deyir ki, because contaminants remain active in the Arctic for extended periods due to the region's climatic conditions. Çünki deyir ki, bu bir növ tullantılar aktiv qalır uzun müddət. Yəni periodunda. Sırf Arktikada. Səbəb odur ki, regionun nəyinə görə? İqlim vəziyyətinə görə. Bəli, yenicə də oxuduğumuz hissədən dedik ki, biz soyuq olduğuna görə orada, burada deyirik ki, regionun cold climate, yəni soyuq iqliminə görə burada pollutantlar, yəni bir növdə tullantılar çox yavaş bir növ parçalanır. Bunun əslində danger tərəfi də budur. Yəni sonra, yəni burada cavabımız nədir? C variantıdır. D-də deyir ki, because Arctic countries don't monitor pollution levels. Xeyr, deyir ki, Arktik ölkələri, yəni bir növdə nəzarət eləmir, deyir ki, bu çirklənmənin səviyyələrinə. Xeyr, onun üçün proqramı yaratmışlar. Because they affect only marine plants. Sadəcə yalnız deyir ki, bir növ dəniz bitkilərinə bu təsir edir. Xeyr, yəni ümumi ekosistemə təsir edir. Sonra baxırıq 10-cu suala. Onda deyir ki, how do pollutants reach the Arctic from distant regions? Yəni bir növ tullantılar necə çatır da Arktikaya? Uzaq bir növ regionlardan. Bu yenicək kimi. Hava vasitəsilə, çaylar vasitəsilə, okeanlar vasitəsilə gəlib çatır. Ona görə nədir? Birin cavabı var. 2-də deyir ki, what organization was created? Hansı bir növdə təşkilat yaradılıbdır? Bu çirklənməni müşahidə etməkdən ötürü. Baxın, nəzarət etməkdən ötürü bu AMAP yaradılmışdı. O idi da nəzarət edən yenicəki. Sonra, yəni 2-nə cavabı var. What methods are used to remove Arctic haze from the atmosphere? Atmosferdən deyir ki, Arctic haze-i, yəni bu dumanlı, bulanıqlığı, yəni də təmizləməkdən ötürü, silməkdən ötürü hansı metoddan istifadə olunur? Bu metodu qeyd olunmayıb. 4-də deyir ki, what evidence suggests that Arctic haze appeared only recently? Hansı deyir ki, sübut, yəni göstərir ki, Arctic haze sadəcə son vaxtlarda meydana çıxıb. Bu yenicə baxdığımız hissə. Baxın, deyirdi, evidence from Grenlandiyadan da tapılan bu buzlardan bilinirdi. 10 buz örtəyində aparılan araşdırma imkan verirdi ki, biz deyək ki, bu sadəcə keçən əsrə aiddir. Bu Arctic haze. Sonra, yəni 4-cü cavabı var. How much does Arctic haze increase global temperature each year? Deyir ki, bir növdə hər il Arctic haze, bu Arktik bir növ duman deyək, dumanlı tüstü,
Qlobal temperaturu necə? Yəni nə qədər qaldırır? Onun da cavabı yenə yoxdur. Yəni cavabımız oldu nə? Biri 1-dir, biri 2-dir, biri də 4-dür. Sonra keçirik digər mətnə. 11.1 deyir ki, Hidden Histories of Exploration Exhibition aims to show the wide range of people involved in expeditions. Deməli, bu sərginin məqsədi o idi ki, göstərsin ki, yəni çox insan iştirak edib ekspedisiyalarda da. Baxırıq, bunu olduğu hissəni göstərək bir dənə. Deməli, bu RGC, yəni Royal Geographical Society-nin məqsədi odur ki, aims to present exploration as a collective effort involving many different individuals rather than the achievement of a single traveler. Deməli, bunun məqsədi odur ki, göstərsin ki, bu sadəcə bu ekspedisiyalar bir şəxsin, yəni bir səyahətçinin bir növ işi deyil, bu bütün kollektiv işidir. Bəli, eyni şey deyir. Ona görə nədir? 11.1 tur. 11.2-də deyir ki, biraz yaxınlaş. Materials owned by the RGS can be used in ways that were not originally intended. Deməli, bu RGS tərəfindən əldə olunan materiallar orijinalda, yəni əsl məqsəddə də nəzərdə tutulan fərqli məqsəd üçün istifadə olunur. Bəli, bunun olduğu hissəni göstərək bir dənə. Deyir ki, materials originally gathered for one purpose. Deyir ki, materiallar əslində bir məqsəd üçün yəni, toplanmışdı. Sonra qayıt deyir ki, can now be used to reveal previously overlooked aspects of history. Amma indi nə üçün istifadə olunur bu? Tarixin bu görməzdən gəlinən bir növ aspektlərini, tərəflərini aşkar eləməkdən ötürü. Yəni əvvəl başqa bir məqsəd üçün yəni toplanmışdı, sonra başqa bir məqsədə yəni də istifadə olunub. 11.2-də deyir ki, bu toplanılan materiallar can be used in ways that were not originally intended. Orijinalda nəzərdə tutulduğundan fərqli, yəni məqsədə xidmət edib. Bəli. Ona görə 11.2 nədir? True. 11.3-də deyir ki, in their publications, European explorers often describe their dependence on their helpers. Deyir ki, bir növ öz yazılarında Avropalı tədqiqatçılar özlərini necə təsvir edir? Nədir? Bu köməkçilərindən bir növ asıllığını. Baxırıq indi mətnə. Mətndə əksi. Also, European explorers often portray themselves as independent. Yəni, bunlar özlərini müstəqil portray edir, təsvir etmək demək, describe kimi. Yəni, təsvir edirlər müstəqil şəkildə. Görə heç kim kömək eləməyib də bunlara. Ona görə nədir bu? False olur. Sonra baxırıq 11.4-də. Local helpers refused to accompany William Smith during parts of his journey. Ona bir növ müşahidə etməkdə rədd edir. Deyir ki, yerli bu köməkçiləri William Smith-ə mətndəki yerinə baxaq. Deməli, burada deyir ki, William Smith complained that desertion by his helpers. Desert nə deməkdir? Tərk eləmək deməkdir. Yəni, onun köməkçilərinin bu onu tərk eləməsindən, yəni qoyub çıxıb getməsindən şikayətlənirdi ki, hansı ki, bu da bir növ səyahəti qeyri-mümkün eləyirdi. Bəli, yəni doğrudur. Tərk edib getmişlər. Ona görə 11.4-də nədir? True. Sonra keçirik 12-ci suala. 12-ci sualda deyir ki, the collections of the Royal Geographical Society are valuable because... Deməli, bunun kolleksiyası topladıqları o materiallar deyək ki, vacib idi, dəyərli idi, səbəbi nədir? Adı deyir, contain only maps produced by European explorers. Sadəcə deyir, bura nə var idi? Xəritələr aid idi. Xeyr, baxaq indi. Deyir ki, burada nələr var idi? Maps, manuscripts, photographs, artworks, films. Yəni, sadəcə xəritədən ibarət deyil, başqa şeylər də var idi, əl yazmalar. Deməli, A-bəndi ona görə yanlış. Bir də deyir, focus mainly on 19th century African expeditions. 19-cu əsr deyir ki, Afrika ekspedisiyalarına fokuslanıb əsasən. Xeyr, belə bir məlumat da verilmir. Bu ikinci abasasından danışır. Bizə deyir ki, help researchers uncover aspects of exploration that were previously neglected. Bəli, əvvəllər deyir ki, yenə görməzdən gəlinən, yəni o aspektləri üzə çıxarılmasına, yəni bir növdə aşkar olmasına kömək edirdi. Düzdür, bu eyni hissədir. Baxın, bu materials originally gathered for one purpose qalibləri istifadə olunur üçün reveal, aşkar edir, previously overlooked aspects of history. Overlook elə görməzdən gəlmək deməkdir. Bir növ ignore eləmək deyirik. Baxın, neglect-in elə sinonimidir. Cavabımız olur nə? C variantı. Sonra deyir ki, are available only to members of society. Sadəcə deyir ki, bu cəmiyyətin üzvlərinə bir növ əl çatan idi. Xeyr, bir fikir yox idi. Provide evidence that all explorers worked independently. Sübut eləyirdi ki, bütün deyir ki, bu bir növdə kəşfiyyatçılar deyir ki,
müstəqil şəkildə işləyib. Halbuki bu məqsədi fərqlidir. Axı deyir ki, kollektiv işidir. Tək insan işi deyildi bu kəşfiyyatlar. Ona görə G bəndi də nədir? Yanlışdır. Cavabımız oldu C-bəndi. Sonra baxırıq 13-cü suala. 13-də deyir ki, 5-ci paraqraf hansı cümlədən başlaya bilər? Bu tip suallarda nə edirsiniz? Hər zaman gedirik, boşluqdan sonraki cümləyə baxırıq. Yəni oradakı ondan sonraki cümlənin mənasını başa düşüb qabağına ədəq qurmaq lazımdır. Bir də deyir ki, nə? Some managed expedition teams navigated rivers or helped create maps. Deyir ki, bəziləri nə edirdi? Ekspedisiya bu komandalarını idarə edirdi. Bu çaylara bu getməyə, yəni kömək edirdi. Xəritə yaratmağa kömək edirdi və yaxud da ki, yəni bu bəzilərinin nə olduğunu biz qabaqki cümlədə işlənməlidir ki, mən bura bunu some deyərək keçirmişəm də bəzilər. Baxaq görək yanda nədən söhbət gedir, əvvəl nə ola bilər? Ada deyir ki, successful expeditions often depended on lasting cooperation between explorers and experienced local intermediaries. Deyir ki, uğurlu ekspedisiyalar daha çox nədən asılı olurdu? Deməli, tədqiqatçılar, yəni kəşfiyyatçılar və təcrübəli yerli bir növ əlaqələndiricilər arasında olan o uzun müddətli, yəni davamlı olan əməkdaşlıqdan asılı olurdu. Burada söhbət elə bundan gedir ki, bu kəşfiyyatçıdan, bu yerli bir növdə deyək ki, əlaqələndiricilərdən ki, sonra qalib deyir ki, onlardan bəziləri ekspedisiya rəhbərlik edirdi, bəziləri yəni xəritəyi düzəldirdi və bu. Yəni cavabımız oldu nə? A bəndi. Digərləri niyə səhvdir ona baxaq. B-də deyir ki, European explorers generally avoided working closely with local inhabitants. Deyir ki, Avropalı bu kəşfiyyatçılar əsasən yəni qaçınırdı da bu yerli sakinlərlə işləməkdən, əməkdaşlıq etməkdən. Xeyr, əslində tərsinə o 3-cü abzasda görünür ki, bu local support'a bunların ehtiyacı olurdu deyirik. They depended heavily on local support. Yəni ona çox asılı idilər. Yəni mətnin məğzinə ziddir zaten bu. C deyir ki, most geographical discoveries were made without assistance from local communities. Yenə deyir ki, yəni əksər coğrafi kəşflər nədir? Bu lokal yəni yerli əhalinin kömək olmadan bir növ həyata keçirilib. Xeyr, əslində bu Everestdən də bağlayırlar hətta bunu. Baxın, bu həmin abzasda elə durub Everestdən danışır ki, burada belə bu Sherpasın köməyi olmuşdu. Deyir ki, later became more widely recognized, especially through figures such as bunlar not who successfully climbed Everest. Heç nə. Everestdə bir növdə yəni qalxmaqda belə bunun köməyi olmuşdu. Ona görə yanlışdır, yəni bu da C variantı. Deyir ki, RGS collections mainly focus on the achievements of European sciences. Yəni Avropalı alimlərin bir növ nailiyyətlərinə fokuslanıb. Xeyr, əsas fokusu nə idi? Bu collection göstərmək idi ki, yəni bu kəşfiyyatlarda tək səyyahların yox, oradakı o yəni köməkçilərin də böyük rolu var. African expeditions gradually became less dependent on guides and translators. Yenə də eyni şey gəlib çıxır. Deyir, Afrika bir növdə bu ekspedisiyaları tədricən deyir ki, daha az asılı oldu bu bələdçilərdən və translator, yəni tərcüməçilərdən. Xeyr, mətndə ümumi olanın vacibliyini qeyd edirik. 14-də nə deyir? Overlook sözünün mənası, overlook ümumiyyətlə görməzdən gəlmək deməkdir, bir şey ignore eləmək, yəni. A bəndində deyir ki, mətndəki yerinə də baxaq. Baxın, yenicəki yer deyir ki, can now be used to reveal previously overlooked aspects of history. İndi nə üçün istifadə olunur? Bu tarixin o görməzdən gəlinən yerlərini, yəni aspektlərini aşkar eləmək üçün. Baxırıq indi. A bəndə deyir ki, carefully protected for future use. Gələcək istifadə üçün, yəni diqqətli şəkildə, yəni qorunub saxlanılan. Examined in great detail by researchers. Tədqiqatçılar tərəfindən bir növdə detalına qədər yoxlanılan. Ignored or not given enough attention. Bəli, ignore olunan, yəni görməzdən gəlinən və ya ki, kifayət qədər diqqət verilməyən. Bəli, cavab olur C bəndi. Deyir ki, placed above other historical records. Başqa tarixi mənbələrdən üstündə olan, yəni üstün tutulan. Discovered by accident during an expedition. Ekspedisiya ərzində bir növ təsadüfən kəşf olunur. Cavabımız olur nə? C variantı, yəni görməzdən gəlinir. 15-də deyir, hansı sualın cavabı var? Why did explorers depend on local assistance? Bu yenəcəki yerdilər. Deyir ki, səyyahlar yerli bir növ köməkçilərdən asılı olurdular. Baxın, bu hissədə göstərir. Deyir ki, bu bundan asılı idi. Supportda ehtiyacı var idi. Qayıdıb deyir. While local knowledge helped explorers avoid dangers such as hansı təhlükələrin qarşılanmaqda kömək olurdu? Poisonous species, difficult rivers, unfamiliar territories. Yəni o tanınmayan yerləri keçməkdə,
çətin çaylar keçməkdə, zəhərli o növləri müəyyənləşdirməkdə kömək olurdu. Yəni səbəbini açır da. Ona görə birinci cavabı var. 2-də deyir ki, what kinds of materials are stored in the RGS collections? Hansı növ materiallar var idi bu RGS'in kolleksiyasında? Bu da yenicə ki, xəritədir, əlyazmadır, fotoqraflardır, filmlərdir, bunlardır. Yəni bunda cavabı var. 3-də deyir ki, how much money did the RGS spend on the Hidden Histories project? Nə qədər pul xərcləyib, onun sayı, yəni sayılaraq bildirilmir. Why was Zanzibar important in 19th century African exploration? Ne deyir Zanzibar? Yəni vacib bir yerə çevrilir. Baxaq bunun yerinə. Deməli, bax bu hissədə. 4-cü abzada deyək ki, Zanzibar became an important recruiting center for African expeditions, supplying guides, soldiers and porters. Deməli, bu nəyi təmin edirdi? Bir növ Afrika ekspedisiyalarını bələdçilərdən, əskərlərlə, daşıyıcılarla təmin edirdi. Bu ona görə gəlib nədir? Məşhur deyəndə, yəni vacib bir yerə çevrilir. Ona görə onun da niyyəsi var. 4-cü cavabı var. 5-də deyir ki, how many visitors attended the Hidden Histories exhibition? Nə qədər insan yəni da iştirak edib, o da yenə də sayılaraq yoxdur. Yəni cavabımız oldu. Biri 1-dir, biri 2, bir də nə? 4-dür. Sonra keçək digər suallara. 16-cı sual make-up story tipli sualımız. Deməli, bu tip suallarda bir şeyə diqqət edə bilərik ki, durğu işarələri. Məsələn, bu 7-də deyir ki, the critic turned to the guard standing behind him and said. Döndü və deyir ki, bu arxasında duran gözətçi və dedi. Dedi deyib 2 nöqtə qoyub. Bundan sonra da deməli fikir deyilməlidir da nəsə. 4-yə baxın, deyir take me back to prison. Dırnaqlardan açıb deyir ki, məni neyim, həbsxanaya qaytarın. 7-dən sonra deməli 4 gəlir. Bu çevrənib bunu deyir də. Dırnaqlardan açan bir dənə o var, fikir verirsiniz. 7-dən sonra 4 gəlir. O da ki, bir dənə Y variantında var. Başqa bir variantı da yoxdur. Cavab olur nə? Y variantı. Bunu belə tapmaq olar. Və yaxud da ki, dırnaqların açılıb bağlanma yerinə diqqət etmək olar. Yəni bir yerdə açılırsa bağlanmalıdır da, bəzən orada cümlələrdə olur. Ona görə də tapmaq mümkündür. Tərcümədən də əlbəttə ki, ən rahatı. Deməli, belədir ki, belə mətni tərcümə edək. Y-bəndə 2-dən başlayır. Deyir ki, a king liked to write stories which he thought were very good. Deyir ki, kral xoşlayırdı bir növdə hekayələr yazmağı, hansı ki, düşünür ki, yaxşıdır. Sonra gəlir 5. 5-də deyir ki, the people to whom he showed them were afraid to criticize them. Göstərdiyi insanlar da onu nə edirdi? Yəni də tənqid etməkdən qorxurdu. Sonra 8 gəlir. Bir gün deyir ki, o tanınmış kritikə bu storylərin bəzilərini göstərir. Hansı ki, bu kritik də qayıdıb deyir ki, yəni tənqidçi də qayıdıb deyir ki, pisdir. Sonra 1 gəlir. Bu kral əsəbləşir və onu həbsxanaya göndərir. Sonra 6 müəyyən bir keçəndən sonra bağışlayır və onu nahara dəvət edir. Sonra 3-də deyir ki, yenə də bu əsərlərin bəzəni göstərir, yəni hekayələrinin yenə fikrini soruşur. Qayıdıb ondan sonra 7 gəlir ki, tənqidçi də dönür bu arxasına gözətçilər və deyir ki, həmən yenidən həbsxanaya qaytarın. Cavab olur nə? Y variantı. Sonra 17. Abolish sözünün mənası abolish ləğv eləmək deməkdir. Adı deyir disguise or conceal a truth from public knowledge. Həqiqəti gizlətməyə nəzərdə tutur, yəni ictimaiyyətdən gizlətmək. Yəni maskalamaq, disguise maskalamaq deməkdir. Xeyr, gradual reduce the intensity of something. Nəyinsə bu gərginliyini azaltmaq tədricən. Formally put an end to a system, law or practice. Hansı bir qanuna, sistemə formal şəkildə, yəni rəsmi şəkildə yəni sonlandırmaq, son qoymaq. Bəli, cavabımız olur nə? C variantı. Abolish ləğv eləməkdir. Deyir ki, temporarily suspend an activity without ending it permanently. Hər hansı bir fəaliyyəti tamamilə dayandırmadan, yəni daimi şəkildə dayandırmadan, müvəqqəti olaraq dayandırmaqdan söhbət gedir. Bu da deyil, endorse or approve officially, rəsmi şəkildə bir şeyi təsdiqləmək, bir növ qəbul etmək. Xeyr. Cavabımız olur nə? C variantı. Sonra 18-də deyir ki, yenə də tərcümə, in a successful and happy family, yəni uğurlu və bir növdə xoşbəxt ailədə görə yaxşı bir şey olar da. Family values are disregarded. Deyir ki, ailə bu dəyərləri görməzdən gəlir. Baxın, disregard görməzdən gəlməkdir, ignore'dur görməzdən gəlmək, neglect'dir görməzdən gəlməkdir. Yenicəki sinonimlərdəndir. Overlook'un özüdür. Sonra there is always quarrel between members. Quarrel nədir? Mübahisə eləməkdir. Həmişə bu ailə üzvləri arasında nə gedir? Mübahisə, xeyr. Mother is dominant and father does all the housework. Deyir ki, ana dominantdır və ata da nə edir? Yəni də bütün ev işlərini görür. Xeyr. Members have no common values. Deyir ki, ailə üzvlərinin şey yoxdur. Yəni ümumi dəyərləri, xeyr. Everyone knows their places. Hər kəs öz yerini bilir. Yəni belə bir ailə xoşbəxt ailə.
Sonra 19-a baxırıq. 19-da deyir ki, you'll be sleepy, yəni yuxulu olacaqsan. Yəni ki, az yatsan. If you get enough sleep. Yəni kifayət qədər yatsan, yəni belə olmaz, bu deyil. If you go to bed in time, yatağa vaxtında getsən, xeyr. Unless you stay up late. Unless nə deməkdir? Unless if nota bərabərdir. Burada diqqətli olmaq lazımdır. Yəni bu if not. Yəni demək istəyir ki, gec qalmasan. Gec qalmasan niyə? Yəni də sleep olum. If you take normal sleep, yəni normal deyir ki, yuxu alsan, xeyr. If you stay up late, əgər nədir? Gec qalsan, yuxulu olacaqsan deyərsən də, bəli. Cavab olur nə? Bir də baxaq 20-yə. 20-dən sözlərin mənasına diqqət etmək lazımdır. Deməli, neglect yenə dediyim kimi görməsən gəlmək deməkdir. Yəni diqqət etməmək kifayət qədər, not give enough attention to something, nəyəsə kifayət qədər diqqət verməmək. Bəli, bir düzdür. Deceive aldatmaq deməkdir. Become or make something greater in amount. Nəyəsə deyir ki, bu miqdarda, yəni sayda neyləmək? Çoxaltmaq. Criticize tənqid eləmək. Judge the bad qualities of something. Bəli, nəyinsə pis bir növ keyfiyyətini mühakimə eləmək. 3-də problem yoxdur. Yəni 1 də düzdür, 3 də düzdür. Burada avtomatik cavabınız bu çıxır B. Deny danmaq deməkdir. Use a magic word or a phrase against somebody to harm them. Kimsə bir növdə ziyan vurmaqdan ötürü onun əleyhinə bir sehirli bir söz deməkdir. To cure müalicələməkdir. To be badly affected by a disease, pain, sadness. Deyir ki, yəni hər hansı bir deyək ki, ağrıdan, yəni xəstənin ağrısından bir növdə və yaxud ki, qəmdən nədir? Pis şəkildə təsirlənməkdən söhbət gedir. Bu da deyil. Yəni cavabımız nə oldu? 1-dən 3 olur. Cavab B bəndi. Deməli, bu qədər. Ümidvaram hər şey aydın oldu sizə.